Sathu terapiyası və ailə düzümü insanın daxili dünyasını dərk etməsi, travmalarla üzləşməsi və mənəvi azadlığa çatması üçün istifadə edilən müalicə üsuludur. Bu sahədə təcrübəli terapevt olan Nailə Qəmbərli ilə etdiyimiz söhbətdə belə üsulların mahiyyətini, insan psixologiyasına təsirlərini və praktiki nəticələrini müzakirə etdik. Ailə dizimi nədir və insanlara nələr vəd edir? Ailə dizilimi Alman terapevti Bert Hellinger tərəfindən icad edilmiş, inkişaf etdirilmiş, dərin transformasiya edici bir terapiya metodudur. Hansı ki bu terapiya edəndə bütün qaranlıq tərəflər, bizə görülməyən tərəflər hamısı üzə çıxır. Və bəzi bizim yaşanan problemlərimiz hərdən bizə aid olmur. Ümumiyyətlə çox zaman bizə aid olmur. Çünki bizim ailə sistemindən əcdadlarımızın yaşanan travmaları, itkiləri və danmış enerjilərdən qaynaqlanır. Dizilim qurulanda bunların hər bir görünməyən tərəfləri və bizim üstümüzdə olan yüklərin hamısı aydın olur. Meydan qurulur, iştirakçılar və bir müraciətçi olur. Həmin o bir müraciətçinin təmsil edən iştirakçıları hər tərəfindən müəyyən mövqelər alır. Bu mövqelər əsnasında da ailə sisteminin dinamikasını hiss etməyə başlayırlar. Və hiss etməyə başlayanda o hisslərinin sayəsində, hərəkətlərinin sayəsində, danışıqlarının sayəsində bütün ailənin içində, daxilində olan qapalı, bağlılıqlar, yüklər, yerinə yetirilməyən haqq ədalətlər hamısı aydın üzə çıxır. Və bizim, məsələn deyim, misal üçün bir insan həyatı boyu haqsızlıq durumuna düşür və hər tərəfdən günahlandırılır. Əlbəttə ki, bu bizim babalarımızdan da bizə axıdılan hansısa yükdür ki, babalarımız da vaxtında kimisə haqqına giribdir. Və bu aydın üzə çıxır. Üzə çıxandan sonra yüklər geri qaytarılır. Və bu çox gözəl terapiyada ailə dizilimi ki, hansı ki bütün hər bir şey üzə çıxararaq geri göndərilir sanki, dayandırılır. Bu yaxınlarda sosial şəbəkələrdə terapistin ailə dizimi ilə bağlı videoları yayımlanmışdı. İnsanlar buna birmənalı yanaşmadılar. Bu haqqda nə düşünürsünüz? Qətiyyən bizim işdə manipulyasiya yoxdur. Hər bir insanın özünün öz seçimidir. Mən sizə bir asan bir şey deyəcəm. Bunu həmişə mən pasiyentlərimə deyirəm. Sanki biz puzzleları qoyuruq sizin qarşınıza və siz o puzzleları özünüz yığmağa başlayırsınız. Seçim sizindir. İstədiyiniz kimi yığa bilərsiniz. Ümumiyyətlə biz həyatda nəyi yaşayırıqsa onu seçirik. Xoşbəxtlik də seçimdir, bədbəxtlik də seçimdir. Seçdiyimiz hər bir şeyi yaşayırıq. Öz üzərində işləyən insan əlbəttə ki, həyatının yaradıcısıdır. İstəyirəm biraz da Sathu terapiyasından danışaq. Bəs Sathu terapiyası nədir və insanlara nələr vəd edir? Necə insanları sağaldır? Sathu terapiyası qədim Hind praktikasıdır və bizim bunlar mismarlardır. Hansı ki biz bunun üzərinə çıxan zaman ayağımızın altında sinir ucları var ki, hamısı açılmağa başlayır. Akupunktur nöqtələr deyilir buna. Və açılım zamanı həm ruhsal olaraq, həm fiziksel olaraq çox faydalıdır. Misal üçün, bizim bədənimizdə maddələr mübadiləsi çox sürətlənir, hətta arıqlamaq üçün də bu çox yaxşıdır və bununla yanaşı istər-istəməz orqanlar masaj olunur, qan dövranı sürətlənir. Fiziki cəhətdən də faydalıdır. Həm də ruhsal olaraq bizim basdırdığımız, heç kimə deyə bilmədiyimiz, içimizdə saxladığımız, keçmiş zamanlardan, məkanlardan gətirdiyimiz hər nə varsa hamısı üzə çıxır. Məsələn bir şey deyim ki, Sathu lövhəsinin üzərinə çıxan insan anı yaşayır. Biz dünəndə oluruq. Bugünü yaşamırıq da. İnsanlar ya dünəni yaşayır, ya da ki sabahı yaşayır. An yaşanmır. Çox nadir hallarda anı yaşaya bilərik. Sathu lövhəsində an yaşayanda insan özü ilə üzləşmə başlayır və içindəki nə varsa hamısını üzə çıxır. Bütün o qırıntılar, bütün uşaqlığımızda yaşadığımız travmalar, hansı ki biz uşaq vaxtı travmalar yaşayırıq. Həmin o travmalar yaşadığımız anda anlam yüklüyürük. Anlam yüklədiklərimiz də bizim duyğularımızda ki, hansı ki bugünkü gündə bizi idarə edirlər. Bunlara zəhərli duyğular deyirlər. Deyirlər, duyğuların arxasıca getmə. Çünki onlar travmalardan alınır. Və onları biz bütün Sathunun üzərinə çıxanda onların hamısının axıntısını hiss edirik. Çünki əlbəttə ki, bələdçidən də çox şey asılıdır. Bir problemin həll olması üçün neçə seans sizcə bəs eləyir?
Mən sizə deyim ki, mən SATCO lövhəsinin qatqalarla işləyirəm və çox güclü kvant texnikaları ilə işləyirəm. Bunda nəticə çox güclü olur. Mən həmişə ortalama 3-5 seans deyirəm. Çünki istər-istəməz bizim uşaqlığımızın bu günə qədər gətirdiyimiz inanclar, kodlar, yanlış proqramlar və yaxud da ki, o duyğular hamısının axı bir seansı mümkün deyil. Bu etap-etap getməlidir. Mən deyərdim ki, mənim yanıma 60-65 yaşında xanımlar da gəlib, bəylər də gəlib. Onları da xüsusi metodlarla yanaşıram. Ümumiyyətlə bu terapiyada hər hansı bir məhdudiyyətlər və yaxud da kiməsə qadağa varmı? Bəli, əlbəttə ki, onkoloji xəstələr, epilepsi xəstələri, ağır panik ataklar, reql dövründə olan xanımlar əlbəttə ki, olmaz gəlmək və yaxud zəhərli zob olan xanımlara olmaz. Əlbəttə ki, ayağının altında yara və yaxud da ki, hər hansı bir xəstəliyi olan insanlara qəti olmaz. Çünki səbəb odur ki, biz əgər onun üstündə dayananda istərsiniz bədənə siqnallar gedir və siqnallar gedə-gedə o fəsad verə bilər. Çünki bütün açılım yaranır axı insan bədənində. Bu terapiyaya kişilər də müraciət eləyirmi? Bəli, bəylər müraciət edir. Əvvəllər etmirdilər, çəkinirdilər, utanırdılar, amma indi şükürlər olsun ki, hətta mənim bəy tələbəm də var. Etik olaraq düzgün olmasa da, hər hansısa bir pasiyentinizin həyatını dəyişdirdiyiniz bir xatirəniz varmı? Əslində pasiyentlərimin hər bir şey öz aramızda qalır, amma halallığını alandan sonra pasiyentlərimdən əlbəttə ki, icazə verilir. Bunu danışmaq olar adlarını çəkməməklə. Demək bir pasiyentim var idi, Qubadan gəlmişdir. Çox pis vəziyyətdə idi həqiqətən də. 2 övladı var idi. Hətta övladlarına belə nəvaziş göstərmirdi. Çünki çox ağır dönəmlərdən keçmişdi, boşanma ərəfəsindən, oradakı onun aldığı şiddətlərdən, bu şiddətlər də onun elə inanın ki, o şiddətləri yaşaya-yaşaya biz burada üzə çıxdı ki, xanımın uşaqlığından gələn şiddətlər var imiş və biz bunların üzərindən çox gözəl şəkildə işlədik. İndi xanım 3 seansdan sonra xanım hətta mənə çox gözəl geri dönüşlər elədi. Onun ailəsi tərəfindən mənə geri dönüşlər elədi və mən çox buna görə də Yaradana təşəkkür edirəm. Şükürlər olsun bu günə. Ümumiyyətlə Azərbaycanda bu terapiyaya maraq necədir? İnsanlar necə yanaşır? Əlbəttə ki, qəbul olunmurdu əvvəllər. Hətta mən özüm bu işə gələndə mən çox sevərəkdən bu işi görürəm və bu işə gələndə hətta mənə inanmırdılar. Heç mənim yaxınlarım belə buna inanmırdılar. Bunu düzünü deyəcəm. Əlbəttə ki, yavaş-yavaş gördükcə ki, əlbəttə ki, bunun çox faydası var, artım başladı. Bəzən terapevt sertifikatı olmayan şəxslərin bu sahə üzrə fəaliyyət göstərdikləri iddia olunur. Siz nə düşünürsünüz bu haqqda? Əlbəttə ki, tibb sahəsində enerji bilikləri işlənmir. Biz enerji ilə işləyirik və əlbəttə ki, bunun biz təlimlərini alırıq, oxuyuruq. Mən demək olar ki, 2 ildə oxuyuram, təlimlər alıram ən gözəl müəllimlərim, ustadlardan və bütün dünya üzərində indi hal-hazırda enerji bilikləri çox yayılıb və hər bir demək olar ki, ölkədə bu işlənilir. Sizcə insanlar ailə diziminə və SATCO terapiyasına gəlməkdən niyə çəkinirlər? Mən deyərdim ki, insanlar özləri ilə üzləşməkdən qorxurlar, ona görə də gəlmirlər. Çox zaman mənə yazırlar ki, Nailə xanım, mən özümlə üzləşməyə qorxuram. Qorxmayın özünüzdən üzləşməyə. Həqiqətən də insan özü ilə üzləşəndən sonra hər şey öz yoluna oturur və insan baxış bucağını dəyişir. Mənim bir dənə söz deyəcəm. İnsan bir günə həyatına dəyişə bilmir, amma bir düşüncə ilə bütün demək olar ki, həyata baxışını dəyişərəkdən həyatını dəyişə bilir. Yəni bir gecədə dəyişə bilmirsən, amma bir gecədə sənin fikrin, düşüncən, baxış bucağın dəyişirsə, bütün həyatın dəyişir. Bu mən öz təcrübəmdə görmüşəm. Çünki mən də öz həyatımda istər-istəməz bəzi məqamlar keçirdirik ki, bir gecədə mənim də düşüncə olaraq, fikir olaraq dəyişəndən sonra bütün həyatım dəyişdi. Yəni enerji biliklərini tanıyandan sonra, özüm də bunları özümə tətbiq edəndən sonra, təcrübə yaşayandan sonra həyatımın dəyişilməsinə özüm şahid oldum. Və nə qədər də pasiyentlərim var ki, hansı ki həyatları həqiqətən də çox yüksək dərəcədə dəyişibdi.